Mən neçə dənə müğənniyə yalvara qalırdım ki, mənə də toylara aparın da, 50 dollara oturaram yanınızda. Sən ha? Bəli, onlar indi xalq artistidirlər. Apararıq, mütləq apararıq sizi. Aparırdılar başqalarını. Mənim bir dəfə də olsun, bir dənəsi yanında bir dəfə də olsun toy aparıb çörək vermək. İndi onlar demirlər, Röya mənə də toy Heç apar biri. yanında. Yox, onlar Yox, demirlər. indi onlar mənim uğurlarımı tərifləyirlər. İndi mən onlardan da qabaqdayam. Yox, onlar indi demirlər ki, məni də Röya toy apar yanında. Hardasa deyirlər ki, verilişə çıxanda, bugün verilişdəyəm, mənə zəng vur da. Deyirəm, vaxt vardı, mən toya görə yalvarırdım. İndi mənim buna zəngim prestijdir. İndi o çaşan adamlara da deyirəm ki, bunu düz deyə Allah eləyir. O içindən mərhəməti Allah mənə verməsə, mən onu eləyə bilmərəm axı. Amma mən onun nümayəndəsiyəm. O düşüb sənin əlindən aparmayıb ki, səni yaxşı işlərə qarşı. Məni göndərib də sənin ayağıma. Bunu mən də eləmişəm. Ona görə də onu itirmək olmaz. Buna qarşı, çünki illər gedir, mən belə fikirləşirəm ki, sadəcə olaraq o insanlar sənətini sevməyən adamlardır. Çünki illərini düşünməyən insanlardır. Mən də çox adamı acılaya bilərəm, saymaya bilərəm.